May ayı sərin və yağıntılı başladı. Bəs ayın sonuna qədər bizi hansı hava şəraiti gözləyir? May ayının daha dəyişkən keçdiyini biz müşahidə edirik. Buna əlbəttə ki, təsir iqlim dəyişmələridir və iqlim dəyişmələrinin təsiri nəticəsində deyək ki, may ayında kəskin hava şəraitinin dəyişməsi daha tez-tez müşahidə edilir ki, bu da özlüyündə leysan yağıntılara gətirib çıxarır. Eyni zamanda dolu, şimşək kimi təhlükəli hidrometeoroloji hadisələrin sayının artmasına da özünü göstərir. Bu günlərdə yer kürəsində geomaqnit fəallığı da yüksək səviyyədədir. Bu tip maqnit qasırğaları xüsusilə sağlamlıq problemi olan insanlar üçün riskli hesab olunur. Ayın axırına kimi baxsaq proqnoza, görərik ki, 6-7 may tarixlərində yenə G1 səviyyəsi ehtimal olunur ki, baş verə bilər. Yəni zəif geomaqnit qasırğası baş verə bilər. Və sonra da ayın axırlarının, ayın 20-sindən sonraki dövrdə yenə G1 səviyyəli aktivlik hal-hazırda proqnozda görürük. Mütəxəssislər bildirirlər ki, maqnit qasırğası əsasən günorta saatlarında saat 12:00-dan 16:00-a dək daha aktiv müşahidə olunur. Bu zaman yüksək qan təzyiqi, insult və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər, eləcə də 60 yaşdan yuxarı şəxslər daha çox təsirə məruz qalırlar. Əgər ki, bu problemlərdən əziyyət çəkmirlərsə də havada gəzmək və təmiz, təbii ki, bu ağaclığın çox olan yerlərdə gəzməkləri tövsiyə olunur. Amma problemləri varsa, yəni xroniki problemləri varsa, mümkün mərtəbə qapalı şəraitdə olsunlar və çölə çox çıxmasınlar. Və hər hansı bir narahatçılıq hiss etdiklərində dərhal şəkildə, dediyim kimi, ailə həkimləri, belə deyək də, terapevtlər, təcili yardım, həkim məsləhəti olmadan da hər hansı preparat qəbul etməsinlər. Mütəxəssislər deyir ki, maqnit qasırğaları təkcə sağlamlığa deyil, eyni zamanda texnoloji sistemlərə, o cümlədən rabitə və peyk sistemlərinə də təsir göstərə bilər. Odur ki, tək may ayında deyil, gözlənilən bu günlərdə həm fərdi sağlamlıq, həm də texniki təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməlidir. Ləman Abbaslı, Zaur Ağamir, İTV Xəbər.